Əfsanəvi tenor Placido Domingo Bakıda Heydər Əliyev mərkəzindəki konserti anşlaq yaşadıb. Bugün TV Axşamazı istinadən xəbər verir ki, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə iştirak edib. Səhnədə Placido Domingo ilə yanaşı onun oğlu, xalq artisti Yusif Eyvazov, əməkdar artist Afaq Abbasova, İsveçrədə opera ifaçısı Darya Ribak çıxış edib. Səhnədə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrına tanınmış İtaliyalı dirijor Francesco Ivan Ciampa idarə edib. Gecədə Pucci, Verdi, Mascagni kimi dünya klassiklərinin bəstələri səslənib. Placido Domingo'nun Azərbaycan tamaşaçılarına bu dəfə də sürpriz olub. Əfsanəvi müğənni Domingo və gecənin digər ifaçıları küçələrə su səpmişəm xalq mahnısını birlikdə ifa ediblər. Placido Domingo ilk dəfə deyil ki, Azərbaycan bəstəkarlarına müraciət edir. Xatırladaq ki, dahi müğənni 2010-cu ildə ümumilli lider Heydər Əliyevin anadan olmasının 87-ci il dönümü münasibəti ilə keçirilən təntənəli mərasimdə Tofiq Quliyevin Sənə də qalmaz mahnısını ifa etmişdi. Amaliya Söhbət qızı, Bugün TV. I like, the beauty is amazing, with all the wood, I have. It's amazing. It's amazing. It is even, the whole building is unbelievable. But when you come here, and I think the acoustics is also there with all the wood, and it is phenomenal. So you are very, very happy to have this theater.